Çinarə, sabahınız xeyir olsun. Milli Hidrometeorologiya Xidmətinin açıqladığı proqnoz əsasında biz də izləyicilərimizi yenə hər zamanki kimi səhər saatlarında məlumatla təmin eləyək. Belə ki, bugün günəşli hava hökm sürür, çox sakit havadır, nə güclü külək var, nə buludludur, nə də yağışlı və həftə sonuna kimi belə hava proqnozu paytaxt Bakı, Abşeron yarımadasında proqnozlaşdırılır. Amma istirahət günlərinin havası bir qədər dəyişkəndir. Qeyd olunur ki, artıq şənbə günündən küləkli hava müşahidə olunacaq ki, bazar günü qısa müddətli yağış yağma ehtimalı var. Bölgələrdə isə bir neçə gündür ki, qeyri-sabit hava şəraiti hökm sürür. Həm yağışlı, həm buludlu, eyni zamanda şimşək çaxır və bəzi ərazilərə dolu düşdü. Bir neçə gün öncə sulu qarı da biz müşahidə etdik bölgələrdə, yüksək dağlıq ərazilərdə. Bugün isə paytaxt Bakı və Abşeron yarımadasında düz 32 dərəcəyə kimi isti olacaq. Milli Hidrometeorologiya Xidməti tərəfindən vurğulanır və eyni zamanda qeyd olunur ki, şimal-şərq küləyi axşama doğru cənub-şərq küləyi ilə əvəzlənəcək. Səhər və axşam müşahidə olunacaq duman görünüş məsafəsini yollarda 500, 800, hətta 1000 metr məsafəyə qədər məhdudlaşdıracaq. Bu magistral yollara aiddir. Əlavə olaraq onu da vurğulayaq ki, gecə saatlarında 16-19, gündüz saatlarında isə 26-32 dərəcəyə kimi isti olacaq. Bölgələrdə isə vurğulayaq ki, bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Əsasən dağlıq dağətəyi rayonlarda, şimal bölgəsində və əsasən də şərq rayonlarında intensiv xarakterli yağış müşahidə edirik. Bugün də qeyd olunur ki, günəşli hava hökm sürsə də bölgələrdə bəzi ərazilərdə şərq rayonlarından başlayaraq yağış yağacaq, günortaya doğru intensivləşəcək. Eyni zamanda informasiyada vurğulanır ki, dağlıq dağətəyi rayonlarda belə deyək, dolu müşahidə olunacaq, şimşək çaxacaq. Amma sulu qarı bugün biz müşahidə etməyəcəyik bölgələrdə. Duman da müşahidə olunacaq. Yenə magistral yollarda görünüş məsafəsi 1000 metr məsafəyə qədər məhdudlaşacaq. Eyni zamanda intensiv xarakterli yağış müşahidə olunacaq ki, bu da dağlıq dağətəyi rayonlarda bəzi ərazilərdə çaylarda daşqına səbəb ola bilər. Çaylarda sululuq artacaq, daşqın və sel keçəcək deyə məlumatda qeyd olunur. Temperatura gəldikdə isə elə paytaxt Bakıya yaxın belə deyək proqnoz var. Gecə saatlarında 18-19, gündüz saatlarında isə 27-33 dərəcəyə kimi isti olacaq. Yüksək dağlıq ərazilərdə vurğuladıq ki, şimşək çaxacaq, yağış yağacaq, eyni zamanda dolu düşəcək. Ona görə də 8-12 gecə saatlarında, gündüz saatlarında isə 15-20 dərəcə isti müşahidə olunacaq. Bəzi ərazilər var ki, mülayim hava hökm sürür, yenə yağış yağmasına baxmayaraq, həmin ərazilərdə isə 27 dərəcəyə kimi isti olacaq. Bu hava proqnozu bölgələr üçün bir neçə gün keçərlidir. Paytaxt Bakıda da vurğuladığımız kimi günəşin istisi ilə biz həftə sonuna kimi isinəcəyik. Həftə sonundan artıq istirahət günündən bir qədər, müəyyən qədər dəyişmə ehtimalı var küləkli yağışlı hava. Yəni, Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında vurğulanır ki, ayın 12-si gündüzə kimi bölgələrdə əsasən dağlıq dağətəyi rayonlarda qeyri-sabit hava şəraiti hökm sürəcək. Eyni zamanda tibbi meteoroloji hava da açıqlanıb və meteohissas insanlar üçün əlverişlidir bugünkü hava. Paytaxt Bakı və Abşeron yarımadası ilə bağlı qeyd olunur və əlavə olaraq da yollarda görünüş məsafəsi məhdudlaşdığından hərəkət iştirakçıları da diqqətli olsunlar. Bəli, Çinarə hava proqnozu ilə bağlı bugünün informasiyasını detallı şəkildə vurğulamağa çalışdıq ki, gün uyğun planlarını qura bilsin izləyicilərimiz. Eyni zamanda bir neçə günün də, yəni bu həftənin də havasını qısa olaraq Milli Hidrometeorologiya Xidmətinin açıqladığı informasiya çərçivəsində izləyicilərimizə ötürməyə çalışdım. Hələlik məndən bu qədər, söz hər zamanki kimi səndə.